Salam əziz şagirdlər. Bugün sizə Dövlət İmtahan Mərkəzi tərəfindən 3-cü qruplar üçün tarix fənni üzrə nəşr olunan 20 sınaqdan ibarət testin ikinci sınavını izah edəcəm. Və baxaq burada hansı suallar öz əksini tapıb. İkinci sınavda Azərbaycanın 11-15-ci əsrlərini əhatə edən mövzular üzrə suallar düşüb. Burada da görürsünüz. Səbəb nəticə əlaqəsinin pozulduğu bəndi müəyyən edin. Şirvanşah Hüşəng üsyan nəticəsində öldürüldü. Dərbəndlər sülaləsi hakimiyyətə gəldi. Bəli, bizdən səhv istəyir, amma bilirsiniz ki, Hüşəng 1382-ci ildə öldürüldükdən sonra məhz Kəsranilər sülaləsi hakimiyyətdən getdi və Dərbəndlər sülaləsi hakimiyyətə gəldi. Bu düzdür. Qızıl Ordu hökmdarı Cənu bəy Təbrizə gəldi, Hulakilər dövləti süqut etdi. Bəli, 1357-ci ildə Cənu bəyin yürüşündən sonra Hulakilər süqut etmişdi. Teymuri şahzadələri arasındakı çəkişmələr gücləndi. Cahanşah bu fürsətdən istifadə edib İranın mərkəzi və şərq əyalətlərini tutdu. Bu da düzdür. Baharlı sülaləsinin son nümayəndəsi Həsənəli hakimiyyətdən kənarlaşdırıldı. Bayandırlı sülaləsi məhz hakimiyyətə gəldi. Bəli, 1468-ci ildə Uzun Həsən məhz taxta çıxdı. Bu da düzdür. Otluqbel döyüşü baş verdi. Osmanlı qoşunu Azərbaycan şəhərlərinə daxil oldu. Otluqbel döyüşündə 1473-cü il 11 avqustda Osmanlı qələbə qazansa da 2-ci Məhməd öz yürüşünü davam etdirmədi və geri qayıtdı. Daha sonra isə Avropa ölkələrindən müharibə aparmışdı. Bu səhvdir, yebəndi. İkinci suala baxaq. Şirvanşahlar dövləti 3-cü Mənüçöhr və 1-ci Axistan dövründə İraq Səlcuq Sultanı Mahmudun yürüşlərinə məruz qalması. Bəli, 1123-də Mənüçöhr İraq Səlcuq Sultanı Mahmudun yürüşünə məruz qalıb. Dərbəndlər sülaləsindən idi? Xeyr. Bilirsiniz ki, 3-cü Mənüçöhr Kəsranilər sülaləsinin nümayəndəsi idi. 1125-ci ildə Şirvanın müstəqilliyini bərpa etdi. Bəli, 4-cü Davidin ölümündən sonra Gürcü qoşunları Azərbaycanı tərk etdi və Şirvanşah öz müstəqilliyini yenidən tam olaraq bərpa etmişdi. Demək, 1-ə A, C uyğundur. Baxırıq, cavabımız da çıxır Y bəndi. 2-yə baxaq. Axistan dövləti yaratdı. Xeyr, dövləti bilirsiniz ki, Heysəm ibn Xalid yaradıb. Paytaxtı Şamaxıdan Bakıya köçürüb. Bəli, 1192-ci ildə Şamaxı zəlzələsindən sonra. Qızıl Ordunun yürüşünə məruz qalması, bu da səhvdir. Doğru cavabımız Y bəndi olacaq. 3-cü suala baxaq. 15-ci əsrdə Azərbaycanda vergilərdən bəhs olunur. Məhsula görə alınan və əsas vergi bilirsiniz ki, 15-ci əsrdə malcəhət idi. Suvarma suyuna görə alınan vergi bəhrədir. Sudan istifadəyə görə alınırdı və maldarlar otlaqlardan istifadəyə görə də Çobanbəy vergisi alırdılar. Demək, doğru cavabımız 3. Yəni, Y bəndi olacaq. Verilənlər arasında hansı dövlətə aid məlumat yoxdur? Paytaxtları Marağa, Təbriz və Sultaniyə olmuşdur. Bu, bilirsiniz, Hulakilər dövlətidir və Hulakilərə aiddir. Ərazisində 11-ci əsrin 20-ci illərində Oğuzlar məskunlaşıb, Rəvvadiləri bilirsiniz 1028-ci ildə. Demək, Rəvvadilər də çıxırıq. Slavyanların 944-cü ildə Bərdəyə qarətçi yürüşləri baş verdi. Həmin yürüşlər zamanı Bərdə Salayların tərkibində idi. 11-ci əsrin 60-cı illərində Alanlar hücum edib Şəddadilər dövlətinə, Əbləsuvar Şavurun dövründə. Demək, Şəddadilərə aid də xüsusiyyət var. Təkcə Sacizlərə aid burada heç bir xüsusiyyət verilməyib. Hulakilər dövlətinin mövcudluğu dövrünə uyğun gəlir. Hulakilər dövləti bilirsiniz ki, 1258 və 1357-ci illərdə mövcud olub. Bu dövrə uyğun gələn hadisəyə baxaq. Əmir Teymurun Terek döyüşündə qalib gəlməsi 1395-ə aiddir. Demək, A səhvdir. Cormoğun Noyunun başçılığı ilə Monqolların yürüşü bu ikinci yürüşdür. 1231-39. Demək, bu da səhvdir. Əlincir qalasının tutulması Teymur tərəfindən 1400-dür. Bu da düşmür. Cəbə və Sabutayın yürüşləri 1220-22 Monqolların birinci yürüşüdür, üzr istəyirəm. Bu da səhvdir. Məhəmməd Olcaytının mərkəzi hakimiyyəti daha da qüvvətləndirməsi. Bəli, Məhəmməd Olcaytı Hulaki hökmdarıdır və o hakimiyyət dövründə daha da mərkəzi hakimiyyəti möhkəmləndirmişdi. 6-cı sual. Hadisələrdən hansıların yerləri dəyişdirilsə, düzgün ardıcıllıq alınacaq Şirvanşahlar dövlətinə aiddir.
Fəriburuzun Səlcuqlara tabe olması bilirsiniz 1066-dadır. Şirvanşahların paytaxtının Şamaxıya keçirilməsi 1190. Yox, Şamaxıya deyir, Bakıya demir. Şamaxıya keçirilməsi 918 Əbu Tahir tərəfindən. İbrahimin Şirvanşahı seçilməsi 1382-dir. İbrahimin Təbrizə daxil olması 1406-dır. Qara Yusifə məğlub olması isə 1412-dir, bilirsiniz. Burada ardıcıllıq gəlir, amma 1 ilə 2-nin yerini dəyişmək lazımdır. Çünki birinci 918-ci il, sonra 1066-cı il gəlir. Və bizim eramıza aid xronoloji ardıcıllığı düzəndə kiçik rəqəmdən böyük rəqəmə doğru gedirik. Memarlıq abidələrini düzgün ardıcıllıqla müəyyənləşdirin. Bərdə türbəsi 13-14-cü əsrlərdir. Naxçıvanda Əlincə qalası 9-cu əsr, Göy günbəz 12-ci əsr, Qeysəriyyə bazarı 15-ci əsr. Demək, birinci 9-cu əsr Naxçıvan qalası, Əlincə qalası olacaq. Sonra Göy günbəz 2-3. 2-3 də A bəndində var. A bəndi doğrudur. Hulakilər dövlətinin 15-ci əsr, 14-cü əsr tarixinə aiddir. Məhəmməd Olcaytının hakimiyyətə gəlməsi. Məhəmməd Olcaytı Qazan xandan sonra 1304-cü ildə gəlib hakimiyyətə. Bir düzdür, 14-cü əsrdir. Dövlətin yaranması 1258-ci il, yəni 13-cü əsrə düşür. Bu səhvdir. Əmir Çobanın dövləti idarə etməsi. Əmir Çoban dövləti bilirsiniz ki, Əbu Səidin dövründə idarə edib, Əbu Səidin az yaşlı olmasına istifadə edib. Amma sonra zaten Əbu Səid onu edam etdirir. Əbu Səid də 1316-cı ildən 1335-ə qədər hakimiyyətdə olub. Yəni bu 14-cü əsrə aiddir. Qızıl Ordu dövləti ilə mübarizənin başlanması. Hulakilər dövləti yaranandan, yəni 1258-ci ildən 1357-ci ilə qədər, süqutuna qədər fasilələrlə Qızıl Ordu ilə müharibə aparıb. Və bu mübarizənin başlanması 13-cü əsrdə Hulakilər dövlətinin yaranmasına təsadüf edir. Qazan xanın fərmanına görə kəndlilərin köçməsinin qadağan olunması da 1303-cü il, yəni 14-cü əsrə aiddir. Demək, 1, 3, 5 bizim doğru cavabımız olacaq. 9-cu sual. Daha gec baş vermişdir. Şeyx Üveysin Şirvanşahlara tabe etməsi 1367-ci ildə tabe edib Üveys Şirvanşahları. Gəncədə Bəndərin üsyanı 1231-dir. Assunqulların süqut etməsi 1227 Cəlaləddinin yürüşü zamanı. Monqolların Azərbaycan işğalı para çatdırması ikinci yürüşü zamanıdır 1239-cu ildə. İbrahimin Təbrizə daxil olması isə 1406-cı ildə. Burada ən gec baş verib 15-ci əsrdə olan İbrahimin Təbrizə daxil olması. Hulakilər dövlətinin 13 və 14-cü əsr tarixlərinə aid oxşar cəhət, yəni həm 13, həm də 14-cü əsrə aid olmalıdır. Osmanlı dövləti ilə toqquşmalar baş verməsi bu ümumiyyətlə yanlışdır. Qızıl Ordu dövlətindən mübarizə aparılması. Bayaq dedim, dövlət yarandığı 13-cü əsrdən süqut etdiyi 14-cü əsrə qədər, yəni 1258-dən 1357-yə qədər fasilələrlə Qızıl Ordu ilə müharibə aparıb. Yəni bu hər iki əsrə aiddir. Azərbaycan torpaqlarında hökmranlıq etməsi, bəli, Hulakilər dövləti zaten əsas hissəsi Azərbaycan idi. Cəlalilər dövlətinin yürüşlərinə məruz qalması, Cəlalilər dövləti Hulakilər süqut etdikdən sonra Azərbaycanı tutublar 1359-cu ildə və artıq Hulakilər süqut etmişdi. Bu da səhvdir. Daha demək doğru cavabımız 2-3C bəndi olacaq. Cəlaləddinin təyin etdiyi canişinlər Azərbaycanı talayırdı. Ona görə də 1231-də Üstabəndər üsyanı baş verdi. Düzdür. Qızıl Ordu hökmdarı Cənu bəy Təbrizə gəldi və Hulakilər dövlətinin varlığı sona çatdı. Düzdür, 1357-ci ildə. Əlincə qalası Teymura tabe oldu. Beləcə Azərbaycan Çingiz xana tabe oldu. Çingiz xana yox, elə Teymurlər dövlətinə tabe oldu. Bu səhvdir. Qızıl Ordu Toxtamış Azbənə yürüş etdi. Şirvanşahlar süqut etdi. Xeyr, Şirvanşahların müstəqilliyinə Qızıl Ordu yox, Səfəvilər son qoyub. Demək, doğru cavabımız A bəndi olacaq. 15-ci əsrdə hakimiyyətdə olmuş Ağqoyunlu hökmdarı Şeyx Heydərin öldürülməsində iştirak etmişdir. Bəli, bu kim idi? Ağqoyunlu hökmdarı Sultan Yaqub. Demək, biz də Yaquba aid olan hadisələri tapmalıyıq.
Yaqub bilirsiniz ki 1488-ci ildə Şahdağ döyüşündə Şirvanşahlara kömək etdi və Heydər həmin döyüşdə məğlub oldu və öldürüldü. Yaqub atasının Şirvanla dostluq siyasətini davam etdirmişdi. Bəli, hətta qohum olmuşdur. Bir düzdür. Əhbər sazişində iştirak edib. Yaqub bilirsiniz ki 1478-dən 1490-a qədər hakimiyyətdə olub. Amma əhbər sazişi 1500-də imzalanıb. Bu səhvdir. Digər hökmdarlarla müqayisədə daha çox soyurqal paylayıb. Bu isə digər Ağqoyunlu Rüstəm padşaha aiddir. Hakimiyyət dövründə ölkə daxilində nisbi sabitlik hökm sürmüşdür. Bəli, onun dövrü durğunluq dövrü, müəyyən qədər sakitlik, sabitlik dövrü hesab olunur. Şeyx Cüneydin öldürüldüyü döyüşdə iştirak etmişdir. Xeyr, Şeyx Cüneydi öldürənsə 1460-cı ildə Samur döyüşündə Ağqoyunlar yox, Qaraqoyunlar və Şirvanşahlar olub. 1-4 doğru cavabımız olacaq. Şirvanşahlar, Cəlalilər və Şəki hakimliyinə aid oxşar cəhət. Osmanlı ilə mübarizə aparılması bu səhvdir. Yəni təbii ki, eyni əsrdə yaranmaları. Şirvanşahlar və Şəki hakimliyi 9-cu əsrdə yaranıb, amma Cəlalilər dövləti 1340-14-cü əsrdə yaranıb. Bu da səhvdir. Monqolların Azərbaycana ikinci yürüşü zamanı süqut etmələri. Monqolların ikinci yürüşü zamanı Cəlalilər dövləti ümumiyyətlə heç yaranmamışdı. Osmanlı dövlətlə müttəfiq olmaları, da bu Şirvanşahlarla Osmanlılar hansı bir əlaqə olmayıb, heç digərlərinə baxmağa ehtiyac yoxdur. Teymurilər dövlətlə mübarizə aparmaları. Bəli, həm Şirvanşah 1-ci İbrahim, həm Cəlali Sultan Əhməd, həm Şəki hakimi Seyid Əli Əmir Teymurla mübarizə aparıblar. Tiflis əmirliyi ləğv olundu. Didikori döyüşündə bilirsiniz 1121-də elə doğru cavabımız çıxır. Teymurilər Azərbaycandan qovuldu 1408-ci ildə Sədrud döyüşündə. Qaraqoyun dövlətinin süqutu daha da sürətləndi 1467 Muş döyüşündə Cahanşah öldürüldükdən sonra. Ağqoyunlu hökmdarları Yaqub, Rüstəm, Gödək Əhməd 20-yə qədər vergini ləğv etdi. Gödək Əhməd əhbər sazişinin imzalanmasına iştirak edib. Bunlar heç bir iştirak eləməyib. B səhvdir. B-ləri çıxırıq. Elə B-ləri çıxanda bizim cavabımız da çıxır. Çoxlu soyurqal paylamışdı. Naxçıvan döyüşündə məğlub olmuşdu. Bu bilirsiniz ki Rüstəmə aiddir. Qısa müddətdə, yəni 1497-ci ildə hakimiyyətdə olub Gödək Əhməd. Şeyx Heydərlə mübarizədə Fərrux Yasara kömək edib Sultan Yaqub. Demək 1-ə Y, 2-yə C, 3-ə AD olacaq. Elə cavabımız da çıxmışdı zaten bayaq. Monqollar Gəncə, Bərdə, Beyləqan və Şabran şəhərlərini tutdular. 1239-da da Dərbəni tutmaqla Azərbaycan işğalını başa çatdırdılar. Bu Monqolların birinci yox, ikinci yürüşü idi. 1231-ci ildə başlamışdı. Cormağon Noyonun rəhbərliyi ilə. Şirvanşahlar dövlətinin 14-cü əsrin 80-ci illər tarixinə aiddir. İbrahim taxta çıxdı, bəli, 1382, yəni 14-cü əsrin 80-ci illəri, bir düzdür. Dərbənlilər sülaləsi devrilmədi, hakimiyyətə gəldi, 2 səhvdir. Hüşəng öldürüldü, bəli, elə həmin ildə Hüşəng öldürüldü və İbrahim taxta çıxdı. Demək, 1-3 doğru cavabımız olacaq. 18-ci suala baxaq. 11-ci əsrin 60-cı illəri Böyük Səlcuq dövləti ilə 12-ci əsrin 90-cı illəri Eldənizlər dövlətinin oxşar cəhəti. Belə suallarda qarşısında yazsaz daha yaxşı olacaq. Sizdən nə istəyir konkret, neçənci illəri istəyir? Məsələn, 11-ci əsrin 60-cı illəri, yəni 1060-cı illər. 12-ci əsrin 90-cı illər isə 1190-cı illər. 60-dan 70-ə kimi, 1190-dan 1200-ə kimi götürə bilərsiniz. Azərbaycan dövlətinin tərkibinə daxil olması, Azərbaycanın dövlətin tərkibinə daxil olması, Azərbaycan zaten Eldənizlər dövlətinin tərkibində idi. Eldənizlər Azərbaycan dövlətidir. Səlcuqlar da 1066-da Azərbaycan özünə tabe etdilər tamamilə, Şirvanşahları tabe etməklə, demək bir oxşardır. Dövlətin paytaxtının dəyişdirilməsi, baxırıq bu illərə, bu dövrdə yox. Məsəl üçün, Eldənizlərdə daha öncə paytaxt dəyişdirilmişdi. Həmçinin də Səlcuqlarda əvvəl və daha sonra 70-ci illərdə paytaxt dəyişib. Türk mənşəli sülalə idarə edirdi. Bəli, hər iki dövlət, bilirsiniz, Türk dövlətidir və Türk sülaləsi tərəfindən idarə olunurdu. Hakimiyyətə yeni hökmdar gəlib. Bəli, 63-də Alparslan gəldi hakimiyyətə. 1191-də də ki,
məhz Qızıl Arslandan sonra Əbubəkir taxta çıxmışdı. Süquta uğraması da yanlışdır. Demək, doğru cavabımız 1, 3, 4 B bəndə olacaq. Əmir Çoban, Cəlaliri yox, Hulaki səltənətinin uğrunda mübarizə aparan Çobani əmir idi. Fəzlullah Rəşdəddin, Şirvanşahlar yox, bəli, Hulakilər dövlətində vəzir idi. Demək, 5 düzdür. Sonra Nizami Mülk, Atabəylər yox, Səlcuq dövlətinə aiddir. Demək, bu səhvdir. Qızıl Arslan, bəli, Eldəniz hökmdarıdır. Demək, 4, 5 doğru cavabımızdır. 1066-cı ildə Səlcuqlar bilirsiniz Şirvanşahları tabe etməklə Azərbaycanı özünə tabe etdilər tamamilə və həmin dövrdə də Şirvanşah paytaxtı Şamaxı şəhəri idi, yəni 4-də yerləşir Şamaxı. Burada məsələn Göyçə gölündən şərqdə 3-də Gəncə yerləşir. Göyçə gölündən şərqdə yuxarıda həmişə Gəncədir, aşağıda Bərdədir, yuxarıda Tiflisdir. Göyçə gölünün qərbində İrəvan olur adətən bu ərazilərdə. Ürmə gölünün şərqində yuxarıda Təbriz olur, həmişə aşağıda Marağa olur. Xəzər sahilində aşağıda Ərdəbil olur, burada isə Rəşd olur. Yəni xəritəndə çalışın, yaxşı öyrənin, çünki xəritə sualları təbii ki, qəbul imtahanlarına da düşür və mütləq xəritəni öyrənin. Xeyli müddət saray müxalifətinə və iri feodal qruplarına qarşı mübarizə aparmalı oldu. 1190-cı ildə Həmədan döyüşündə İraq Səlcuq Sultanı 3-cü Toğrulu məğlub etdi və oğlu ilə birlikdə əsir aldı. Bu, bilirsiniz ki, burada söhbət gedir Atabəy hökmdarı Qızıl Arslandan və Arslan ilə Məhəmməd Aslan ilə Məhəmməd Olcaytın oxşar cəhətlərini istəyir bizdən. Eyni bir dövlətin hökmdarı olmayıblar. Biri Atabəy, biri Hulaki hökmdarıdır. Qardaşından sonra taxta çıxıb. Qızıl Arslan Məhəmməd Cahan Pəhləvandan, Məhəmməd Olcayt isə bilirsiniz ki, Qazan xandan sonra, yəni qardaşlarından sonra çıxıblar taxta. Eyni əsrdə xeyr, biri 12, biri 14-cü əsrdə hakimiyyətdə olub. Ölümündən sonra, hər ikisinin ölümündən sonra dövlət zəifliyib və hakimiyyət ondan mübarizə daha da kəskinləşib. Bu da düzdür. 2, 4 doğru cavabımız olacaq. Təbriz şəhərinin Cəlalilər dövlətinin paytaxtı olduğu dövrə uyğun gəlir. Təbriz şəhəri Cəlalilər dövləti bilirsiniz 1340-da yaransa da, onlar 1359-da Təbrizi tutublar və süquta qədər 1410-cu ilə qədər dövlətin paytaxtı Təbriz olub və həmin dövrdə hansı hadisə baş verib onu tapmalıyıq. Canı bəyin azminə yürüşü bilirsiniz 1357-dədir. Bu demək səhvdir. Şeyx Həsənin Bağdadda dövləti qurması 1340-dadır. Bu da səhvdir. Azərbaycan tarixinin Çobanilər dövrü bilirsiniz 1338-dən 1357-yə qədərdir və ondan sonra Azərbaycanda Cəlalilər Azərbaycanı tabe ediblər. Bu da səhvdir. Hulakilər dövləti süqut edib yenə 1357-ci il. Bu da səhvdir. Şirvanın Cəlalilərə tabe olması bəli. Təbrizi tutduqdan sonra 1367-də onlar Şirvanı da tabe etdilər və bütün Azərbaycanı özünə tabe etdi. Şeyx Üveys eyni əsrdə baş verib. Şirvanşah Fəriburzun Səlcuq Sultana tabe olması 1066-dır bilirsiniz bu. 4-cü Davidin Şirvana yürüşü, 4-cü David bilirsiniz 1120 və 1124-cü illərdə yürüş edib. Bizdən əsr istəyir. Bu 11-ci əsr olur. Bu 12-ci əsr olur. Slavyanların Şamaxını ələ keçirib qarat etməsi. Slavyanlar 11-ci əsrdə 1032-ci ildə birinci dəfə birisi yürüş ediblər və 1032-də də Şamaxını tutub qarat eləyiblər və həmin dövrdə Alan və Sərirlərlə birlikdə gəlmişdilər 32-33-cü il yürüşləri. Monqolların Şamaxını tutub əhalini məhv etməsi, Monqolların birinci yürüşü 1223, bu 13-cü əsrə aiddir. Cəlalilərin Şirvanı tutması isə bayaq dedim 1367, yəni 14-cü əsrə aiddir. Burada eyni əsrdə baş verib 1, 11-ci əsr, bir də ki 3, 11-ci əsr, digərləri 12, 13 və 14-dür. Sacilər dövlətindən fərqli olaraq Salarilər dövləti, yəni ancaq Salarilər dövlətinə aid olan xüsusiyyəti tapmalıyıq. O xüsusiyyət oxşar olmamalıdır qətiyyən. Azərbaycanın şimalında yaranıb. Xeyr, heç biri şimalda yaranmayıb.
10-cu əsrdə yaranıb. Sazilər bilirsiniz 898-də, Salarilər isə 941-də yaranıb. Demək, bu 9-cu əsrdə, amma Salarilər 10-cu əsrdə yaranıb. Azərbaycan torpaqlarını hər ikisi birləşdirib. Paytaxtı yalnız Ərdəbil olub. Sazilərin paytaxtı Marağa və Ərdəbil olub, amma Salarların paytaxtı isə ancaq Ərdəbil olub. Bəzən bu yalnız sözünə görə şagirdlər çaşırlar və onları çaşdırır bu yalnız sözü. Çünki bəzən bu yalnız sözü həqiqətən doğru işlədilir, bəzən də səhv bir formada işlədilir. Məsələn, Sazilərin paytaxtı yalnız Ərdəbil olur yazılır və şagird şübhələnir ki, yox, ola bilər ki, başqa bir şəhərdə olub Sazilərin paytaxtı. Bu düzdür. Sazilərin paytaxtı Marağa ilə Ərdəbil olub. Amma bunu Salaylara biz şamil etdikdə, bəli, yalnız Ərdəbil olub. Yəni, o söz sizi çaşdırmasın, onun üçün daha diqqətli öyrənin. Azərbaycanın cənubunda yaranması isə yenə də hər ikisinə aiddir. 25-ci sual. Xəritədə ulduzla işarələnmiş şəhərin erkən orta əsrlər. Erkən orta əsrlər bilirsiniz ki, 3-11-ci əsrlərdir. İşarələnmiş yer isə bizim şimal nöqtəmiz, sərhədimiz Dərbənddir. 869-cu ildə oradakı hakim özünü müstəqil elan etmişdir. Bəli, Haşim Əl-Sülami bilirsiniz, Dərbənd əmirliyinin əsasını qoyub 9-cu əsr, erkən orta əsrlərdir. 8-ci əsrin ortalarından müstəqil idarə olunurdu. Bu səhvdir. Dediyim kimi, bir düzdür 9-cu əsrin 60-cı illərindən. Ərdəbil ərəb əsilli Haşimilər sülaləsinin hakimiyyəti altında olmuşdur. Bəli, Haşbəy adı dedim. Haşimin adı ilə Haşimilər sülaləsi adlanırdı, dövləti idarə edən sülalə. Öz müstəqilliyini 11-ci əsrin sonuna qədər qoruyub saxlayıb xeyir. Bilirsiniz ki, Dərbənd öncə 988-də, sonra isə 1075-də Şirvanşahlar dövlətinə birləşdirilmişdi. Hadisələrin xronoloji ardıcıllığı müəyyən edin. Cüneydin iştirakı ilə Samur döyüşü bilirsiniz 1460-dır. Şahdağ döyüşü isə 1488-dir. Və Şahdağ döyüşündə Heydərin ölümündən sonra məhz Şeyx Sultanəli rəhbər seçildi. Şeyx Səfiyyəddin Səfəvi Sufi təriqətini yaratdı, Ərdəbil hakimliyi yarandı 13-cü əsrin sonlarında. Sultanəlinin iştirakı ilə Şəmsi döyüşü baş verdi 1494-də. Demək, birinci təriqət yarandı 3, sonra Cüneyd öldürüldü, sonra Heydər öldürüldü, sonra da Sultanəli öldürüldü. Sonra 27-ci sual. Şəddadilər dövləti paytaxtı Gəncə olan müstəqil dövləti yaradıb, birinci ləşkəri. Səlcuq dövlətlə müqavilə bağlayıb, ona tabi olub Əbləsuvar Şabur, Dəbili ələ keçirib müstəqil əmirlik yaradıb, dövlətin yaranmasından 20 il əvvəl 951-ci ildə Məhəmməd İbn Şəddad. Situasiya sualında baxırıq. Situasiya sualında söhbət Monqolların birinci yürüşündən gedir. Mənbədə bəhs edilən yürüş zamanı, bilirsiniz, Azərbaycanda Təbriz hakiminin adını yazın. Monqolların birinci yürüş zamanı Təbriz Eldənizlər dövlətinin mərkəzi idi və Eldəniz hökmdarı Atabəy Özbək idi. Təbrizin şəhər hakimi isə Şəmsəddin Tuğrai idi, bilirsiniz. Atabəy Özbəklə Xarəzmşah Məhəmmədin mənbədə bəhs edilən yürüşlə bağlı davranışlarındakı oxşar cəhəti. Xarəzmşah Məhəmməd, bilirsiniz, Xarəzmşah hökmdarıdır və Çingiz xan Xarəzmşahlar dövlətinə yürüşü zamanı Məhəmməd ona qarşı birbaşa mübarizə aparmaqdan çəkindi, birbaşa müharibəyə, açıq döyüşə girmədi. Eynisini Özbək də eləmişdi. Özbək də Monqollardan bir növ çəkindi və Monqollara sadəcə xərac verməklə kifayətləndi və hər ikisi demək Monqollarla birbaşa döyüşə girməkdən çəkiniblər. Birbaşa mübarizə aparmayıblar. Daha sonra mənbədə bəhs edilən bu yürüş zamanı Monqolların Təbrizi ala bilməmələrinin səbəbi. Monqollar bilirsiniz, birinci yürüşü zamanı 3 dəfə Təbrizi tutmaq üçün cəhd etdilər və hər üçündə də xərac aldılar. Səbəbləri Atabəy Özbək böyük məbləğdə xərac verdi. Növbəti cəhdlər zamanı isə Şəmsəddin Tuğrai artıq Monqollara müqavimət göstərməyin tərəfdarı idi və Təbrizdə həmin dövrdə bilirsiniz, möhkəm qala divarlardan əhatələnirdi və daha da belə deyək, qala divarları möhkəmləndirildi. Qalanın müdafiəçilərinin sayı artırıldı və şəhər əhalisi artıq Monqollarla
mübarizəyə bir növ hazırlaşırdı və ciddi şəkildə hazırlıq görülürdü. Elə Monqollar da bunu görüb yenə də xərac almaqla kifayətlənmişdilər. Əziz şagirdlər, sizə ikinci sınağı izah etməyə çalışdım. Hər hansı bir rəyiniz, təklifiniz varsa qeyd edə bilərsiniz. Qaranlıq qalan məqamlarda həmçinin. Sağ olun, sağlıqla qalın.